Külək yenə Hayward təpələrində dolaşır və bu dəfə biz o evə biraz daha yaxınlaşırıq. Qapını açanda sanki zaman dayanır. Köhnə taxta döşəmənin səsi, uzaqdan gələn zənglərin uğultusu və masanın üzərində yarımçıq qalan cümlələr. Bu evdə 3 həyat paralel axırdı. 3 fərqli taleyin eyni kölgədə yazılan hekayəsi var idi. Charlotte Bronte ən böyük bacı idi. O uşaqlıqda məsuliyyətin ağırlığını hiss etmişdi. Anasını erkən yaşda itirdiyi gün sanki içində böyük bir boşluq açıldı və o boşluğu sözlərlə doldurmağa başladı. Gecələr hamı yatanda Charlotte şam işığında yazırdı. Sanki hər cümlə ilə həm özünü, həm də dünyanı başa düşməyə çalışırdı. O müəllimə oldu. Uzaq şəhərlərə getdi, amma heç yerdə öz ruhunu tapa bilmədi. Onun ruhu yalnız yazıda nəfəs alırdı. Bəzən isə o pəncərədən baxıb düşünürdü. Görəsən bir qadın öz taleyini üzü yaza bilərmi? Bu sualın cavabı illər sonra Jane Eyre əsərində doğuldu. Jane uşaq yaşından sevgi görməyən, amma ruhunu qoruyan bir qızdır. O, Rochester'ı sevir, amma öz ləyaqətini daha çox sevir. Bu təsadüfi deyil, çünki Charlotte özü də həyatda qarşılıqsız sevgi yaşamışdı. O da sevmək və özünü qorumaq arasında qalmışdı. Bu əsər bir sevgi hekayəsi deyil. Bu, qadının öz dəyərini itirmədən yaşamaq haqqının manifestidir. Eyni evdə, amma tamam başqa bir səssizlikdə yaşayan Emily Bronte. O, insanlardan çox təbiətə yaxın idi. Küləklə danışır, buludların kölgəsində gəzir. Məktəbə göndəriləndə belə uzun müddət qala bilmədi. Şəhərin səsi onun ruhunu həddən artıq çox sıxırdı. O az danışırdı, amma hiss etdikləri sözə sığmayacaq qədər dərin idi. Pianonun qarşısında oturub melodiyalar çalanda sanki içindəki qasırğalar onu sakitləşdirirdi. Onun qəlbindəki o vəhşi azadlıq illər sonra Tufanlı Yoxuşlar əsərində olduğu kimi doğuldu. Nəzakətli cəmiyyətin deyil, azad ruhların hekayəsi kimi oldu. Burada sevgi sakit deyil. Heathcliff və Catherine bir-birini tamamlamır. Onlar bir-birini məhv edir, dağıdır. Bu sevgi gözəl deyil, bu sevgi qaçılmazdır. Emily heç vaxt cəmiyyətin qaydalarına uyğun yaşamadı. Onun sevgiyə baxışı da tamam fərqli idi. O, sevgini azad və sərhədsiz görürdü. Hətta dağıdıcı olsa belə. Bu əsər Emily'nin daxili dünyasının aynasıdır. Vəhşi, sərt, lakin səmimi. Və ən sakit, amma müşahidəçi olan Anne Bronte. O, başqalarının görmədiyini görürdü. Bacılarının yanında səssizcə oturur, insanları izləyir. Həyatın incə tərəflərini hiss edirdi. O da müəllimlik eləyirdi. Amma bu dəfə o, insanın içindəki qaranlıq tərəflərlə üzləşdi. Zəngin evlərin parlaq divarları arxasında gizlənən ağrıları gördü və bu gördüklərini qələmə aldı. Onun yazdıqları artıq xəyal yox, həqiqətin özü idi. Wildfell Hall'dan olan yad qadın sanki onun ürəyində yığılan susqun etirazın səsi idi. Wildfell Hall'dan olan yad qadın o dövr üçün
sarsıdıcı bir həqiqəti açırdı. Helen adlı qadın pis və məsuliyyətsiz ərindən qaçaraq öz həyatını qurmağa çalışır. Bu, o zaman üçün, Viktorian dövrü üçün cəsarətli deyil. Demək olar ki, qadağan olunmuş bir mövzu idi. Amma Anne susmadı. Onun əsəri romantik deyil, lakin realdır. Və bəzən həqiqət ən böyük cəsarətdir. Günlər bir-birini izləyirdi. Səhərlər sakit, axşamlar isə yazı dolu keçirdi. Üç bacı eyni masada oturur, amma hərəsi başqa bir dünyaya səyahət edirdi. Bəzən bir-birlərinə yazdıqlarını oxuyur, bəzən isə sadəcə susaraq anlayırdılar. Onlar iki təxəllüsü ilə yazmağa başladılar. Çünki o dövrdə İngiltərədə qadının səsini eşitmək heç kəs istəmirdi. Amma sözlər gizlənə bilmədi. Ruh öz yolunu tapdı. Üç bacı, üç fərqli yol, eyni ağrı. Bu üç əsərə birlikdə baxanda sanki eyni evdə yaşayan üç fərqli işıq görürük. Charlotte ümid və qürur, Emily ehtiras və vəhşilik, Anne isə həqiqət və cəsarəti göstərir. Onlar bir-birindən fərqli şəkildə yazdılar, amma eyni hissləri yaşadılar. Tənhalıq, məhdudiyyətlər və içlərindəki azadlıq arzusu. Və buna görə də onların əsərləri bugün də həvəslə oxunur və o əsərlərə filmlər çəkilir. Çünki bu hekayələr uydurma deyil, onlar yaşanmış hisslərin sözə çevrilmiş halıdır. Zaman amansızdır. Bir-bir o evin işıqları sönməyə başladı. Amma qəribədir ki, onların həyatı qısa olsa da, hiss etdikləri, yaşadıkları sonsuz oldu. İndi də Hayward təpələrində külək əsəndə o evin pəncərələri sanki hələ də işıqlıdır. Sanki Charlotte da yenə yazır, Emily uzaqlara baxıb xəyala dalır, Anne isə sakitcə hər şeyi anlayır və qeyd edir. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.